yerlerde kalardım. Təbiətle sevincimi, dərdimi bölüp elə bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Ne güzeldir bu yerlerin talası. Ben geçsem de könlüm burada kalasın. Ne güzeldir bu yerlerin talası. Ben geçsem de könlüm burada kalasın. Sevse beni bir zalimin balası. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım, kalardım. Ölüp elə bu yerlerde kalardım, kalardım. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Nəfəsimdə yaşadardım ətrini. Əzizlərdim çiçəklərin xətrini. Ömrün günün qiymətini, qədrini bilib elə bu yerlərdə qalardım. Bilib elə bu yerlərdə qalardım. Ömrün günün qiymətini, qədrini bilib elə bu yerlərdə qalardım. Qalardım, bu yerlərdə qalardım. Qalardım, bu yerlərdə qalardım. Qalardım, qalardım, bu yerlərdə qalardım. Qalardım, qalardım, bu yerlərdə qalardım. Ne güzeldir bu yerlerin talası. Ben geçsem de könlüm burada kalasın. Ne güzeldir bu yerlerin talası. Ben geçsem de könlüm burada kalasın. Ne güzeldir bu yerlerin talası. Ne güzeldir bu yerlerin talası. Ben geçsem de könlüme könlüme burada kalayası, kalayası. Sevse beni bir zalimin balası. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım, kalardım. Ölüp elə bu yerlerde kalardım, kalardım. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım. Sevse beni bir zalimin balası. Ölüp elə bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Kalardım, bu yerlerde kalardım. Respublikanın mehter artisti Zöhrə xanım Abdullayeva. Axşamınız xeyir olsun dəyərli tamaşaçılar. Favorit Production'un təqdimatında Milli Səs layihəsindəyik. Və bu günlərim əlamətdar gündür. 8 Mart Beynəlxalq Qadınlar Günü. Ona görə də
Zöhrə xanım, sizi, iştirakçımız olan Səhər Məmmədovanı və o cümlədən bütün dəyərli tamaşaçı olan xanımlar, tamaşaçılarımızı ürəkdən təbrik eləyirəm. Zöhrə xanım, siz də təbrik eləyirəm. Buyurun, sizin də ürək sözlərinizi eşidək. Axşamınız xeyir. Mən də bütün dünya xanımların, bütün dünya qadınların təbrik edirəm beynəlxalq bayram münasibəti ilə. Mən indi oxuduğum mahnını sizə təqdim eləmək istəyirəm. Böyük bəstəkarımız, sevimli bəstəkarımız bu mahnı Tahir Əkbərindir. Alqışlayırıq. Sözləri Zəlimxan Yaqubundur. Və bunu bütün xanımlara ərmağan elədim. Çox sağ olun Zöhrə xanım. Bir daha alqışlayırıq Zöhrə xanım Abdullayevanı. Zöhrə xanım, buraxmıram sizi. Gəlin bizim iştirakçıları bir yerdə dəvət edək səhnəyə. Daha sonra keçib əyləşərsiniz dəyərli münsiflərin masasında. Mən bu günlərim iki iştirakçımızın ikisini də birdən dəvət edəcəm alqışlarınızla. Elmar Qədimov və Elnur Abdurrahmanov. Zöhrə xanım, buyurun qəbul edin. Bu günlər sizin üçündür. Çox sağ olun. Təşəkkür edirəm Zöhrə xanım. Buyurun, sizi yerinizə alıram. Bir də alqışlayırıq Zöhrə xanım Abdullayevanı. O cümlədən alqışlayırıq bütün xanımları bax bu gözəl bayram münasibəti ilə və bizim dəyərli iştirakçıların SMS nömrələrini nəzərinizə çatdıram. Elmar Qədimov üçün 1 səs 93 227, 50 səs 93 102 və 100 səs 93 106. Elnur Abdurrahmanov üçün 1 səs 93 228, 50 səs 93 103 və 100 səs 93 107. Sizi də öz yerinizə alıram. Alqışlayırıq iştirakçılarımızı və hal-hazırda olan səs faizlərinə baxırıq. 51,85 səs faizi Elmar Qədimovdadır, 48,15 səs faizi Elnur Abdurrahmanovdadır. Səs verməyə start verilibdir, artıq səs göndərə bilərsiniz. Fəal olun, bu günlərin bir məğlub olan iştirakçı layihəni tərk edəcəkdir. Unutmayın ki, bir səsin qiyməti cəmi 30 qəpikdir, odur ki, ürəkli səs göndərə bilərsiniz. Və o cümlədən digər iştirakçılarımız üçün də səs vermə davam edir. Belə ki, bu verilişin sonunda biz növbəti həftənin duelini təyin edəcəyik. Yəni, ən az səs toplayan digər iştirakçılarımızdan ikisi növbəti həftə həmin bax bu milli səsin səhnəsində yarışacaqlar. Odur ki, bir səs üçün 93-108-ə, 50 səs üçün 93-104-ə və 100 səs üçün 93-105-ə. Bax, bu gördüyünüz SMS nömrələrinə dəstəklədiyiniz iştirakçının adını yazaraq göndərməyiniz kifayətdir. Süleyman Süleymanov, Səhər Məmmədova, Qoşqar Dağlaroğlu, Natiq Rzayev və Qalib Gülaliyev. Alqışlayırıq digər iştirakçılarımızı da və alqışlarınızla dəyərli münsiflərimizi sizə təqdim edirəm. Əməkdar İncəsənət xadimi, Aşıqlar və Bəstəkarlar Birliyinin üzvü, dəyərli bəstəkarımız Tahir Əkbər, yazıcı publisist Bəxtiyar Qaraca, gözəl xanımımız bizim verilişimizin açılışını eləyən Respublikanın əməkdar artisti Zöhrə xanım Abdullayeva, tanınmış el aşığı Aşıq Vüqar Mahmudoğlu, daha bir tanınmış el aşığı Aşıq Altay Məmmədov. Xoş gəlmişsiniz. Tahir müəllim, sizdən başlayacağıq. Buyurun. Axşamınız xeyir olsun. Mən bütün bizim analarımızı, bacılarımızı, xanımlarımızı bu bayram münasibəti ilə təbrik edirəm. Zöhrə xanım, sizi təbrik edirəm. Sizin bu gözəl ifanıza görə, sizin bu gözəl bayramınıza görə bizim burada yeganə iştirakçımız deməli Səhər xanımı təbrik edirəm. Və bu günləri bayram əhval-ruhiyyə ilə başladı Zöhrə xanım bu mahnını. Mən fürsətdən istifadə edib, yəni ki, demək istəyirəm ki, bu həmişə xoş əhval-ruhiyyə yaradırsa, mən çox xoşbaxtam və Zəlimxan müəllimə mən buradan salamımı gözləyirəm, Allah ona şəfa versin. Və Zöhrə xanımdır ki, o gün olsun ki, tezliklə biz buna bir görüntü yaradaq, bu klip çəkəkən. Qaldı ki, iştirakçılara artıq biz onları tanıyırıq, yəni yaxşı istedadlı uşaqlardır. Sizə bu günləri 2 dəfə artıq məsuliyyət düşür, bayram əhval-ruhiyyə yaradasınız. Siz burada həm də ki öz repertuarınızı, yəni ki çox ruh yüksəkliyini oxuyasınız. Sizə uğurlar hazırlayıram. Çox sağ olun Tahir müəllim.
Bəxtiyar müəllim, buyurun sizi eşidirik. Axşamınız xeyir olsun. Mən də Zöhrə xanımın və onun şəxsində bütün analarımızı, bacılarımızı, bizim bütün xanım tamaşaçılarımızı təbrik edirəm. Sizə minnətdarlığımı bildirirəm. Çünki doğrudan da neçə vaxt idi ki, bu Milli Səs həftənin ikinci günləri yayımlanırdı və çox qəribədir ki, bu gün şənbə gününə düşməyi, belə bir günə düşməyi, 8 Mart'a düşməyin özü də böyük bir əlamətdar hadisədir. Və Tahir müəllim dedi 2 qat məsuliyyətdir, mən fikirləşəm 3 qat məsuliyyətdir bu. Həm bu günün özünün, deyək ki, günün özündən gəlmə bir məsuliyyət var və Zöhrə xanımın bu gözəl ifasından sonra gəlmə bir məsuliyyət var. Mən bizim iştirakçılara uğurlar arzulayıram. Çox sağ olun Bəxtiyar müəllim. Zöhrə xanım, deyəcək misiniz? Bayaq sözümü demişəm, bütün iştirakçılara müvəffəqiyyət arzulayıram. Bir də alqışlayırıq Zöhrə xanım Abdullayevanı. Aşıq Vüqar Mahmudoğlu, buyurun. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları və bizi izləyən xanımlar. Bugün doğrudan da əlamətdar bir gündür. 8 Mart bütün dünya xanımlarının bayramıdır. Və mən öz adımdan və mən istəyənlərin adından, bu aşıqların adından təbrik edirəm xanımları ilk növbəcə. Və Zöhrə xanım elə bir asılış elədi ki, mən uşaqlara deyim ki, yəni qorxma. Yəni bundan daha ziyada zövq alın. Zövq alın ki, yəni biraz da enerjili olsun. Bugün bir əlamətlərdə gün var. Yəni bir hadisə var ki, bizim iştirakçımız olan Elmarın da təsadüfən bugün ad günüdür. Salamlayır, bir dəfə alqışlayırıq Elmarı. Alqışlayırıq Elmarı. Və burada iştirak edən bizim balaban çalan qardaşımız Tural, çox böyük sənətkarımız deyərdim. Şirzad Fətəliyevin bacısı oğludur. Onu da salamlayıram, bizim qonağımızdır. Və skripkada bizim mənim yaxın dostum olan, Allah rəhmət eləsin, Elxan Qurbanoğlu da bizim qonağımızdır. Onu da salamlayıram, sən də xoş gəlmişsən. Və bir daha iştirakçılara uğurlar arzu edirəm və oxuduqların tam dürüst oxusunlar. Nə deyim, ürəkli olun bu melodiyandan sonra. Bir də bir şey də Yunansı qeyd edirəm, çox üzr istəyirəm. Mən o havada, yəni bu musiqidə Tahir müəllim Şirvan aşıq havasına müraciət edib. Çox maraqlıdır ki, yəni Ordubadi havasını gətirib o musiqiyə salıb. Yəni mən yenə sizə təşəkkür edirəm Tahir müəllim. Yəni sizin ürəyiniz böyükdür və bilinməlidir ki, bəstəkar, şair nə olursan ol, birbaşa kökə bağlı olmalısan və kökə bağlı olan insanlar əbədi həyatda qalır. Necə ki, Tahir müəllim yaşayır, yaradır, yaradacaqlar. Çox sağ olun Vüqar müəllim və Aşıq Altay Məmmədov, buyurun. Axşamınız xeyir olsun deyirəm. Hər kəsi salamlayıram və fürsətdən istifadə edib bu gözəl gündə Zöhrə xanımı, Səhər xanımı və bütün xanımları təbrik edirəm, bayramlarını təbrik edirəm, iştirakçılarımıza uğurlar arzu edirəm və gözəllərin şərəfinə bir gözəlləmə şeir demək istəyirəm xanımların şərəfinə. Başına döndüyüm şux gözəllərə ilahi gözəllik binadan gəlib, pərvazdanıb kərdən çəkib nazlanmaq ayna sulardakı sonadan gəlib. Danışanda gül qoxuyur nəfəsi, deyib, gülüb, şadlanmaqdır həvəsi, bəyaz bilək, nazik əllər boyası, yumru qayalarda xınadan gəlib. Yanaq qönçə, dodaq qönçə, yanaq dağlar lalası, baxışıyla şirin canı alası, pərvazlanıb ağ göyərçin balası, bulutlar yarılıb səmadan gəlib. Sağ olun, bir daha uğurlar. Təşəkkür edirəm. Dəyərli tamaşaçılar, reklam fasiləsindən dərhal sonra ifaları eşidəcəyik hər iki iştirakçıdan. Odur ki, reklam fasiləsi zamanı artıq səs göndərməyə başlayırsınız reklamlar. Bir də axşamınız xeyir olsun dəyərli tamaşaçılar. Bir daha xanım tamaşaçılarımızı ürəkdən təbrik edirik bax bugün münasibəti ilə. Və iki iştirakçımız mübarizə aparır. Elmar Qədimov 48,93 səs faizi var. Elnur Abdurrahmanov 51,7 səs faizi var. Və ifaların zamanı gəldi. İlk olaraq Elmar Qədimov geri sən gəl, buyur. Necə də əlamətdar gündə anadan olubdu Elmar. 8 Mart günündə xoşbəxt adamsan. Hədiyyə vermək əvəzinə hədiyyə alırsan yəqin ki. Buyur, eşidirik səni. İslam müəllim, çox sağ olun təbrikə görə. Mən də bütün Azərbaycan xalqını salamlayıram. Dəyərli münsiflər heyətini salamlayıram. Zöhrə xanım, sizi təbrik edirəm. Bütün Azərbaycan xanımlarını təbrik edirəm. Ürəklərində olan bütün arzularına çatsınlar. İnşallah. Və bütün Şamaxılları salamlayıram. Şamaxıllardan dəstək gözləyirəm. Qız Meydan kəndini salamlayıram.
Pirvəhli kəndini salamlayıram. Onlar bilirlər mənə böyük dəstək olurlar, çox sağ olsunlar. Əhmədli, Hacılı, Qonaq kənd, Ərkiman, Talaşnuru, Zarat, Xeybəri, Dəmirçi, Sis, Qaleyba Qurt, Pirqulu, bütün mənə dəstək olurlar, çox sağ olsunlar. İnşallah mən də onları doğrulayacağım, hamısının adını çəkəcəm, mənə dəstək olsunlar. İfam olacaq? İfam Şirvan şikəstəsi oxuyacağım. Allah Alqışlayırıq. rəhmət eləsin. Böyük sənətkarımız Aşıq Şakir. Elmar Qədimov, alqışlayırıq. Deyirəm səhər, səhər, istəyirəm sanma dənim. Elə gəl, elə gəl, elə gəl, elə gəl, yol üzməsin anam. Şəhər ləblərindən yana bu səmən, şəhər ləblərindən yana bu səmən, dodan tərpərəndə dilin deməsin, neynə ya dərduna, bıqıma dərduna, bıqıma dərduna. Deyirəm gönlərdə oynayam şəmsüylə qəmər, sevən sevdirinlə bündən əmər. Aman, 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 ey. Ona ipədərəm binadan kəmər, ona ipədərəm binadan kəmər, az dələ qurşayla belindiməsin, neynəy, 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 o dərduna, bıqma dərduna, bıqma dərduna. Deyirəm bülbüllər oxuyar güləməsindən, deyirəm bülbüllər oxuyar güləməsindən, boşanlar aslım yar sinəsindən. Aman, 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 ey. Elə gəl bağ bərəsindən, elə gəl bağ bərəsindən, bülbüllər ülkəndə gülündüməsin, neynə ya dərduna, bıqıma dərduna, bıqıma dərduna.
Merhamet eyle bize gelenden, merhamet eyle bize gelenden. Ele gel, ele gel, ele gel, ele gel. Yönetmesin neyle, neyle ya derdin aldım. Ay benim sen kumar gözüm kurban aydan, aydan. Təşəkkürlər Elman. Bir daha təbrik edirik sənin ad gününü. Alqışlayırıq Elmar Qədimovu. Və səs faizləri 47,77 səs faizi Elmar Qədimovdadır. 52,23 səs faizi Elnur Abdurrahmanovdadır. Və alqışlarınızla Elnur Abdurrahmanov gəlir səhnəyə. Çox sağ olun İslam müəllim, mənə də söz verdiyinizə görə. Mən də bütün qadınlarımızı, xanımlarımızı təbrik edirəm. Azərbaycan analarımızı təbrik edirəm. Zöhrə xanımı təbrik edirəm. Dəyərli müsiflər heyətimizi salamlayıram. Bizə baxan bütün tamaşaçılarımızı salamlayıram. Və bütün ucarları salamlayıram buradan. Bilən ucarlar mənə dəstək olur. Aktiv olsunlar. Ucarın bütün kəndlərindən səs gözləyirəm. Doğulduğum Ucar rayonunun Yuxarı Şilyan kəndindən güclü dəstək gözləyirəm. İnşallah adını çəkəcəm. İfa nə olacaq? İfam Sarıköynək olacaq. Alqışlayırıq Elnur Abdurrahmanov. Sabah bende yayan söyle ol güzarım. Sabah bende yayan söyle ol güzarım. Bülbül Gülistan'a gelsin gelmesin. Bu hizdan bu hizdan düşkülüye iller xəstəsi qapıla dərmanım gelsin gelmesin abalım abalım ay amanım zilvələrimlə qarşımda durubsan zilvələrimlə qarşımda durubsan anam sənə qurban ay Sarıköynək canım sənə qurban ay Sarıköynək Çıkmışsan cənnət balından Mələksən çıkmışsan cənnət balından Heç kim olmaz sənə ay Sarıköynək Heç kim olmaz sənə ay Sarıköynək Elnur Abdurrahmanov təşəkkür edirik və səs faizlərinə nəzər yetiririk. Elmar Qədimov 48,23
%91 səs faizi var. Elnur Abdurrahmanov 51,9 səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı. Digər iştirakçılarımız üçün də səs verməyə davam edir. Süleyman Süleymanov, Səhər Məmmədova, Qoşqar Dağlaroğlu, Natiq Rzayev və Qalib Gülalıyev. Bunları dəstəkləyirsinizsə bir səs üçün 93-108-ə, 50 səs üçün 93-104-ə və 100 səs üçün 93-105-ə həmin iştirakçının adını yazıb göndərirsiniz. Və öz səsinə, öz ifasına güvənən hər bir kəsə buradan səslənirəm. Milli Səs 3 layihəsinin seçiminə qatılmaq üçün 050-783-82-12. Bax, bu telefon nömrəsinə zəng vurmağınız xahiş olunur və qeydiyyata düşürsünüz ki, Milli Səs 3 layihəsinin iştirakçısına çevriləsiniz. Və dəyərli tamaşaçılar, səs göndərirsiniz, fəal olursunuz. Reklam fasiləsindən sonra görüşəcəyik reklamlar. Bir də axşamınız xeyir olsun, dəyərli tamaşaçılar. Favorit Production'un təqdimatında Milli Səs layihəsindəyik. Və bir daha bütün xanım tamaşaçılarımızın bayramını təbrik edirik və öz nəğməli təbriki ilə Elmar Qədimovu dəvət edirəm. Elmar, səni də bir daha təbrik edirik. Sənin ad günündür bugün. Buyur, eşidirik. Çox sağ olun İslam müəllim. Mən bir də xanımlarımızı təbrik edirəm, bizə baxan bütün xanımlarımızı təbrik edirəm. Bütün Şamaxılar salamlayıram. Şamaxıdan dəstək gözləyirəm. Padarları salamlayıram, Quşçuları salamlayıram. Göylər kəndi, Bağırlı kəndi, Çaylı. Bütün mükətləri salamlayıram, mənə dəstək olsunlar. İnşallah inanıram, mənə böyük dəstək olacaq. Şamaxıdan Aşıq Rıza Şamaxılı mənə böyük dəstək olur. Mən bilirəm ki, bu dəqiqə oturub mənə böyük dəstək. Onun qardaşlarından, dostlarından dəstək gözləyirəm. Xanəndə Qabil müəllim mənə dəstək olur. Yaşar müəllim, Nazim müəllim, Fikrət müəllim, Şöhrət müəllim, çox sağ olsunlar. Habil müəllim mənə dəstək olurlar, sağ olsunlar. Və ifamız olacaq. İfam, Allah rəhmət eləsin, böyük sənətkarımız Məmməd Bağır Bağırzadədən Qəlbimdəsən. Sözləri də özünə məxsusdur, musikisi də. Alqışlayırıq Elmar Qədimov. Çok nigarım, ben perişan.
Çox sağ ol Elmar. 50,84 səs faizi Elmar Qədimovdadır və Elnur Abdurrahmanovda 49,16 səs faizləri dəyişdi. 51,5 səs faizi Elmar Qədimov, 48,95 səs faizi Elnur Abdurrahmanovda da alqışlayırıq və Elnur Abdurrahmanov gəlir. Buyur Elnur, səni eşidək. Çox sağ olun İslam müəllim. Mən də bütün ucarları salamlayıram yenidən. Dəstək olsunlar. İcra başçısı Yaşar müəllim başda olmaqla bütün ucarlardan dəstək gözləyirəm. İş adamı İldırım müəllimdən dəstək gözləyirəm. Həcı Dayanət qardaşım mənə dəstək olur. Ondan dəstək gözləyirəm. Əjdər müəllimdən dəstək gözləyirəm. Azər həkim məni izləyir, mənə dəstək olur. Ondan səs gözləyirəm, onu sevənlərdən səs gözləyirəm. İfa nə olacaq? İfam ucarım. Alqışlayırıq Elnur Abdurrahmanov. Şirvanda bir gənc şəhər var, o da mənim ucarımdır. Şirvanda bir gənc şəhər var, o da mənim ucarımdır. Mənim üçün cənnət məkan doğulduğum diyarımdır. Mənim üçün cənnət məkan doğulduğum diyarım, ucarımdır, ucarımdır. O da mənim ucarımdır. Şirvanımdır, Şirvanımdır, o da mənim ucarımdır. Baxçasından bir gül dərsən, qərib dostlarına versən. Baxçasından bir gül dərsən, qərib dostlarına versən. Dolaq pərvər bir el görsən, bil ki mənim ucarımdır. Dolaq pərvər bir el görsən, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır, o da mənim ucarımdır. Əhlim anam ucalmışam, bu torpaqdan güc almışam. Əhlim anam ucalmışam, bu torpaqdan güc almışam. Mərdi şahda olmuşam, o da mənim ucarımdır. Mərdi şahda olmuşam, o da mənim ucarım. Ucarımdır, ucarımdır, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır, o da mənim ucarımdır. Ucarımdır, ucarımdır, o da mənim Təşəkkürlər Elnur Abdurrahmanov və səs faizləri. Elmar Qədimovda 52,15 səs faizi var. Elnur Abdurrahmanovda 47,85 səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı. Və dəyərli münsiflər, siz eşidəcək. Buyurun, Tahir müəllim sizdən başlayacaq. Deməli, mən ifaçılara üzümü tutub deyirəm ki, yəni əhval-ruhiyyə var. İkisi də kifayət qədər nümayiş elədilər. Deməli, Elman deməli şikəstə oxudu. Elmar Şirvan şikəstəsi oxudu. Çox gözəl, mükəmməl, hər şey qaydasında da zövqlə. İkinci mahnı deməli Qəlimdəsin Məmməd bağrında.
Mən valla o mahnıya sözüm yoxdur. Sözsüz ki, Məmməd Bağırın gözəl mahnıları var, xalq mahnılarına çevrilen. Yeganə burada Zöhrə xanım o yaradıcılığını kifayət qədər bələddi və orada biraz ahəng balaca bizi narazı elədi. Orada biraz Hindistan, yəni ritm Özbək ritmindən tutmuş. Hindistan yəni muğamatı yəni hardasa bilirsiniz biraz millik yəni ki biraz ehtiyatlı olmaq lazımdır. Tahir müəllim üzr istəyirəm. Yəni yarışmanın da formatına heç uyğun deyil. Bəli, uyğun deyil. Yəni biraz biz burada çıxırıq bir o çərçivədən. Biraz yəni təmiz bizim öz gözəl muğamlarımız var. Yəni o ahəng mənə gəlir ki, heç yeri deyil. Sonra deməli ikinci ifaçı yaxşı oxuyur, yaxşı ürəyi var. Bu bir balaca o birinci muğamda balaca səs elə bir ki qaçırdı, oynayırdı. İndi o aydın məsələdir, həyəcan var. İkinci mahnıda Ucanım, yəni Ucanım bilirsiniz bölgəyə yazılan mahnılar var. Onların içində çoxsu bayağıdır, amma eləsilər var ki yaxşıdır, xalqa yaxındır. Misal üçün yaxşı ifa elədin, amma sənə bir dənə məsləhətim odur ki, bilirsən, mahnını çox eyni, yəni elə bir ki, tutursan, gedirsən, bir balaca onun içində bir sözlərlə oynamaq lazımdır, biraz incəliklər olmalıdır. Yəni, səndə elə bir ki, elə bir ki, bax, böyük bir mağar qurulub, mən orada elə bir ki, oturmuşam, bir 200 metr o yanından qulaq asaram. Bilirsən, bura biraz efirdir, yəni efirdə çalışın biraz incəliklər olsun, yəni palatka toyudur bu. Yəni çalışın biraz rəngarəng oxuyun, səsini cilovlayın, biraz o zövq məsələsi, bax xahiş edirəm, zövq əsas amildir. O zövq olmayanda onda heç bir fərq olmur. O müğənni ilə bu müğənnidə yüzlərlə belə bir şeylər eşidirik. Çalışın öz simamız olsun sizin ifavızda. Onu da əldə etmək lazımdır, sözlə yaşamaq lazımdır, sözə münasibət olmalıdır. Bizim o böyük kalifeylər həmişə sözlə, yəni obraz yaradıblar, elə deyilmi? Amma burada elə bir ki, sözün heç elə belə əhəmiyyəti yoxdur, yəni ki, əsas bilirsiniz odur, musiqi ilə sözün vəhdəti yaranmalıdır. Mən o barədə sizdə o mənada yaxşıdır, amma o bayaq ki, mən iradımı siz nəzərə alın. Təşəkkür edirik Tahir müəllim. Bəxtiyar müəllim sizi eşidəcəyik, buyurun. Mən də Tahir müəllimin söylədiklərindən qismən razıyam. Yəni mahnıların seçimi belə deyək, maraqlıdır. İstər Aşıq Şakir olsun, istər Aşıq Ələsgərdən olsun, Məmməd Bağır rəhmətliyin mahnısı. Seçim yaxşıdır, maraqlıdır. Sadəcə olaraq mən Tahir müəllim dediyinin o hissəsi ilə razıyam ki, bu format üçün, yəni bugünkü milli səs üçün nə qədər yerindədir və mən keçən dəfə də dedim, məsəl üçün maraqlıdır ki, oxunarkən, xüsusən bu Elmarın oxuduğu Qəlbimdə Səndə o muğam hissəsi və sonra mahnıya keçidlə bağlı iradımız vardı keçən dəfə, yadınızdadır, bir vətəndən oxuyub, ondan əvvəl bir sevgidən dəxil olmayan bir şeylə bağlı bildirdik ki, yəni bunlar bir-birini tamamlamalıdır. Burada da yerindədir, yaxşıdır, məsəl üçün o qəlbimlə bağlı oxuduğu, sonra da keçir qəlbimdəsən. Amma sözün seçimi ikən, bilmirəm də o söz kimindir o, əvvəl oxuduğunu, sən mənim qəlbimə girmirsən elə, bilmir. Yox, mən indi nə deyim ki, məsəl üçün o qədər uğurlu görünmədi mən o sözlər. Əvvəla o sənətin bir qızıl qaydası var. Əvvəl o belə deyək də şeir sözü deyil, musiqi sözü deyil. Sən mənim qəlbimə girmisən elə. Girmək sözü ümumiyyətlə bu Aristotel deyir. Yəni bir sözü deyərkən bir pis sözü yada salırsa onu gərək deyək işlətməyəsən. Yəni mən çox istəyərdim, yerində idi, yaxşı idi, ancaq hər halda o seçimi, o sözün yerinə düşməməyi körlüyür. Uğur arzulayıram. Gerek sonraki falarınız necə olacaq? Sağ olun. Çox sağ olun. Zöhrə xanım, buyurun. Məni bugün qane eləyir bu iki gəncin oxumağı. Elnuru da, Elmarı da oxumağı. Şirvan şikəstəsi oxudu. Elmar. Çox qəşəng oxudu. Əvvəli şikəstələr içində mənə belə gəlir, ən çətini Şirvan şikəstəsidir. Allah Aşıq Şakirə qəni-qəni rəhmət eləsin. Çox gənc dünyasını dəyişdi. 56 yaşında. O bir elə yaşda ördü insan ömrünə. Ruhu şad olsun. Qəşəngdir oxudu. Xoşuma gəldi. İkinci mahnısı da
Məmməd Bağır Bağırzadənin idi. Bircə dənə tövsiyəm var. Oxudu, amma Azərbaycan kimi oxumadı. Məmməd Bağır onu elə oxumayıb. Və biz gələcək nəslə elə ötürməliyik ki, mahnını, təsnifi, o nəsil elə eşitsin onu. Məsələn, bədxah qonşularımız mahnılarımızı götürür, özəlləşdirmək istəyir, amma alınmır bizim mahnılarımızı. Amma biz elə yetirməliyik ki, gələcək nəslə. O nəsil o cür qəbul eləsin. Bizim ritim kimi, bizim muğam kimi. Keçək Elnura. Elnur, bu sənin səsin əladır. Elnurun səsi elə bir lap açılıbdır. Səsi yaxşıdır. Bilsən kimi xatırladırsan mənə? Hüsnü Qubadov, Bəkir Həşimov, o cür belə səsin var. Bugün bunlar məni qane eləyir, uğurlar. Ucar mahnısı da yaxşı idi. Aşıq Əhliman da sağ olsun, gözəl şeir yazıb ona. Sağ ol. Çox sağ olun Zöhrə xanım. Aşıq Mahmudovum. Çox sağ olun. Təbii mən də həmkarlarımla razılaşıram. Yəni Elmar Şirvan şikəstəsinə qüsur yoxdur. Tam səmimi deyirəm. Yəni sağ olsun Aşıq Rza da bizim dostumuz. Yəni bilirəm ki, o musiqilərdə sənə kömək eləyir. Yəni hiss olunur ki, rəndələnib hava, musiqi. Tufarqanlı Abbas, bəli, Tufarqanlı Abbasdır. Şikəstəyə söhbət yoxdur. Yəni tam səmimi deyirəm, yaxşı idi, biz məsləhətləşdik. Yəni artıq söz yox, əksik söz yox. Amma o ikinci musiqi, yəni böyük sənətkarımızın, yəni milli səs formatında oxunmayan bir havadır. Yəni oxuduğun səsi öyle düşdü, yaxşıdır və milli olmadı. Özbəklər elə biləcək ki, özbəklər elə biləcək, bu mahnı onlarındır. Ya da ritim onlar elə eləyibdir. Günah ondadır. Hə, yəni o yaxşı oxudun. Yəni, oxunuş yaxşıydı, amma verilişimizə uyğun deyildi. Yəni bunu nəzərində saxla. Onu da deyim ki, səni Xaçmazdan dəstəkləyirlər, qohumların bəzən Əmruzə yazmışdılar. Sonra Elnur, orta şəşəngi oxudun oğlum sən. Yəni sarı köynəkdir, bir Şirvan aşıq havasıdır. Orta şəşəngidir, havanın adı. İlk növbədə havanın adını demək lazım. Orada məsələn sarı köynək də oxumaq olar və digər qoşma da gərayı da oxumaq olar, amma havanın adı deyilməlidir. O Şirvan aşıq musiqisidir. Orada bir hecaları bir balaca, yəni seçmək lazım. Vurğuları yerində demək lazım idi. Bir də Rübəndin yoxdur bu mərhəmətin bu səltənətin. Yoxdur mərhəməti bu səltənətin. Yəni mərhəmət elə, səltənətin var, amma mərhəmət eləmirsən. Yəni var, dövlətin var. Yəni məni mərhəmət eləmirsən. Aydındır, fikrim çatır. Yəni belə bir sonra Ucarım oxudun. Yəni bizim gözəl sənətkarımız Aşıq Əhliman yazıb şeiri çox gözəl. Yəni vətənə, elinə, obasına yaranan sevgidən yaranmış bir şeirdir. Musiqisi də ki, bilmirəm, musiqi özünündür, yoxsa aşıq sayağı bir musiqidir. Həm də mən bayaq Zöhrə xanıma da deyirəm, bir musiqini xatırlatdı. Bizim korifey sənətkarımız Zeynəb Xanlarovan, yaman könlümə düşmüşsün. Sən belə bir musiqini xatırladı. Yəni ümumi baxanda pis deyil, yaxşıdır. Yəni sizdən bundan artıq nə gözləmək olar, amma çox şey də gözləmək olardı. Yəni yaxşıdır, çalışın gələcəkdə də formatı, yəni milli musiqiyə çox xahiş edirəm. Yəni belə gələn Şirvan şikəstəsi, nə bilim, orta şəkənyan sarı köynək yox. Seçin, girin arxivə, o qədər oxunmamış havalarımız var ki, onlar çıxsın üzə, onları təbliğ eləyin və bir daha sizə uğurlar arzu edirik. Təşəkkür edirik və Aşıq Altay Məmmədov, buyurun. Hər ikisi demək olar ki, yaxşı klassik havalardan başladılar. Şirvan şikəstəsi bayaqları hörmətli münsiflərin qeyd etdiyi kimi, yəni çox şikəstələr çoxdur, Zöhrə xanım qeyd elədi. Ən çətini Şirvan şikəstəsidir. Boğazda çox mürəkkəb gedişlər var ki, onu mütləq eləməlisən. Nəsə Şirvan şikəstəsi oxunanda mənim yadıma hər zaman qərb aşıq mühitindən Sartel havası gəlir. Sartel havası da çox həzin bir havadır. Eyni zamanda mürəkkəb bir havadır, çətin havadır. Çox sevilən havalardan biridir. Şirvan şikəstəsini eşq olsun. Çox gözəl oxudun Elmar, çox bəyənilsin. Sonra orta şəşəngi Elnur gözəl oxudun. Səsin çox şirin, çox qaydasında. Ancaq çalışıb sözlərdə, yəni bu təhriflər ki var, ona bir balaca diqqətli olmaq lazımdır. Düzdür, bu şifahi xalq ədəbiyyatında, ümumiyyətlə aşıq şeiri şəkillərində, aşıq şeirlərində həmişə çox variantlılıq olur. Yəni cilvələnib nə qarşımda durmuşsan, anam sənə qurban ay sarı köynək, elə dediniz də. Ancaq onu demək olardı ki, oğlum sana qurban ay sarı köynək. Belə də demək olsa, belə də qəbul olunur. Lap yaxşı, uğurlar. Təşəkkür edirəm və iştirakçıların nəzərinə çatdırım ki, dəyərli münsiflər heyəti, əgər hər hansısa bir ifanız formata uyğun deyilsə, dərhal həmin havanı
həmin mahnını saxlamaq hüququna malikdir. Mənə işarə edirlər, mən dərhal həmin mahnını kəsirəm və sadəcə olaraq Elmar ad gününü deyin, ilk dəfə formatdan çıxdın, ona görə biz buna toxunmadıq, amma bax, irəliləyən dəqiqələrdə hansı bir iştirakçımız formatdan kənar mahnı oxusa, biz dərhal həmin mahnını dayandıracağıq, həmin ifanı dayandıracağıq. Alqışlayırıq dəyərli münsiflərimizi. Hal-hazırda olan səs faizləri 49,7 səs faizi Elmar Qədimovdadır, Elnur Abdurrahmanovda 50,93 səs faizi var və digər iştirakçılarımız üçün də səs vermə davam edir. Süleyman Süleymanov, Səhər Məmmədova, Qoşqar Dağlaroğlu, Natiq Rzayev, Qalib Gülaliyev bu iştirakçıları dəstəkləyirsinizsə, onların adlarını yazaraq bir səs üçün 93 108, 50 səs üçün 93 104-ə və 100 səs üçün 93 105-ə göndərin. Ən az səs toplamış 2 iştirakçı növbəti həftə burada dueldə olacaqdır və öz səsinə, öz ifasına güvənən hər bir kəs artıq Milli Səs 3 layihəsinə qatıla bilərlər. Seçim turlarına qatılmaq üçün 050 783 82 12 qeydiyyata düşə bilərsiniz. Sabahdan etibarən zəng vura bilərsiniz və reklam fasiləsi zamanı səs göndərməyi unutmayın. Reklamlar. Bir daha axşamınız xeyir olsun dəyərli tamaşaçılar. Bir daha bütün xanımların bayramını təbrik edirik bax bu alqışlarımızla. Və hal-hazırda olan səs faizlərinə nəzər yetirirəm. Elmar Qədimov 47,88 səs faizi var. Elnur Abdurrahmanov 52,12 səs faizi var. Alqışlayırıq hər iki iştirakçımızı və ifalara keçid alırıq. Elmar Qədimov buyur, gəl. Alqışlayırıq Elmarım. Mən bir də bütün Azərbaycan xalqını salamlayıram. Mənə Bakıdan Orxan qardaşım böyük dəstək olur, Orxan Cəfərov, Samir qardaşım dəstək olur, Vəl qardaşım dəstək olur, Xaçmazdan dəstək olurlar, çox sağ olsunlar. Qubadan mənə böyük dəstək olurlar, Şabran, Siyəzən mənə böyük dəstək olur, Zakataladan, Çobankol kəndindən Qərib dayı mənə böyük dəstək olur, Sumqayıtdan Azər qardaşım dəstək olur, çox sağ olsunlar. Bütün Şamaxlılardan dəstək gözləyirəm, xahiş edirəm mənə dəstək olsunlar. SMS-im aşağıda, həm də ad günümdür bugün. Belə olmaz. Alxaz qardaşım mənə görə gəlib, çox sağ olsunlar. Zahir qardaşım, Vasif qardaşım, çox sağ olsunlar. Elmar, ifan olacaq. Rəcəb qardaşım, çox sağ olsun mənə İfan görə olacaq. gəlib. İfam Aşkı mahnısı oxuyacağım, Şəşəngi. Alqışlayırıq Elmar Qədimov.
faydası yok nəsiyyətin. Bana getdi əziyyətin, faydası yok nəsiyyətin. Dilanın bu məhəbbətin, elmarın bu məhəbbətin. Belə yandırdı, yandır, belə yandırdı, yandır, belə yandırdı, yandır, belə yandırdı, yandırdı. Elmar Qədimov, təşəkkür edirik və səs faizlərinə nəzər yetirirəm. 48,81% səs faizi var Elmarın və Elnur Abdurrahmanovda 51,19% səs faizi var. Fəal olun, səs göndərin. Təxminən 12 dəqiqə sonra verilişimiz bitir. Odur ki, fəal olun, səs göndərin. Dəstəklədiyiniz iştirakçı məğlub olmasın. Elnur Abdurrahmanov, alqışlarınızla. Çox sağ olun, İslam müəllim. Mən də bütün ucarılardan səs gözləyirəm, Kürdəmirlilərdən səs gözləyirəm. Kürdəmirin bütün kəndləri, Qarasu kəndi, Şilyan kəndi, Sığırlı kəndi, Cəyirli kəndindən Fərhad əmi başda olmaqla bütün cəyirlilərdən səs gördüm, Kürdəmirlilərdən səs gözləyirəm. Məni Lazarlılar dəstəkləyir. Etibar əmi başda olmaqla bütün Lazarlılardan səs gözləyirəm. Kəndimizin bələdiyyə sədri, vilayət müəllimlə, Zamin müəllimlə səs gözləyirəm. İslam müəllimlə, Cabir müəllimlə səs gözləyirəm. Bütün ucarılardan, Şirvanlılardan, Kürdəmirlilərdən, Göyçaylılardan səs gözləyirəm. İfa nə olacaq? İfam böyük sənətkarımız Məmməd Bağır Bağırzadənin repertuarından Allah rəhmət eləsin, xatırlayarsan. Alqışlayırıq Elnur Abdurrahmanov. Elnur Abdurrahmanov, təşəkkür edirik. 48,54 səs faizi Elmar Qədimovdadır və Elnur Abdurrahmanovda 51,46 səs faizi var.
İfalar olmayacaq artıq. Dəyərli münsiflərimizi dinləyəcəyik. Səs verməmiz davam edir. Son dəqiqələrdir. Fəal olun, səs göndərin. Və bir neçə dəqiqədən sonra stop deyəcəm. Hələ ki, son SMS-lərdir ki, göndərə bilirsiniz. Alqışlayırıq hər iki iştirakçımızı. O cümlədən digər iştirakçılarımız da gəlin alqışlayaq. Süleyman Süleymanov, Səhər Məmmədova, Qoşqar Dağlaroğlu, Natiq Rızayev, Qalib Gülaliyev. Alqışları eşitmədim. Onlar üçün də səs vermə davam edir. 1 səs 93 108, 50 səs 93 104 və 100 səs 93 105 və Milli Səs 3 layihəsinə qatılmaq üçün qeydiyyata düşə bilərsiniz. 050 783 82 12 telefon nömrəsinə zəng vuraraq. Və dəyərli münsiflərimiz, buyurun Tahir müəllim, sizdən başlayacaq. Bəli, yəni ikisi də kifayət qədər çalışırlar, yaxşı oxusunlar. Yəni o Şəşəngidə, yəni mənə gəlir ki, bax, burada hər şey yerində idi, demək olar. İkinci mahnı xatırlayarsan da, iki mahnı. Bəli, bax, burada yenə də mən deyirəm, bilirsiniz necədir? Bu, təsəvvür ki, xatırlamaq sözündə bir kövrəlik var, bir nəsə bir kədər var, elə deyilmi? Yəni, amma sən 5 dəfə o xatırlayarsan, sözü eyni cürə deyirsən. Yəni, bilsən necə, elə bir ki, mən deyirəm də, iri həcimli palaskada elə bir oturmuşuq biz. O söz, elə bir ki, bilsən necə, o döşüyür səni, o sözü. Yəni, burada televiziya məkanında yaratmaq olar da, yəni burada böyük bir problem yoxdur. Sizi mən qınamıram, o hamısı gəlir toyxana stilindən, toyxana oxumağından. Bu bizim, yəni ki, hopubdur da, yəni ki, müğənnilərimizə çıxmaq lazımdır. Yəni, o klasik müğənnilərimiz o vaxtı o qədər incəliklər yaradıb ki, biz elə bir ki, əl çatmaz bir zirvədir. Siz onlara hərdən bir qulaq asın, mən sizə məsləhət görürəm. Çox sevirgən bir olar. İncəliklər var, sözün yəni vurğuları var. Yəni, axı, 4 dəfə xatırlayarsan, eyni cürə demək olmaz. Bilsən, elə bir ki, elə bir, nə bilim, valla, elə bir beton bir nəsə, bir ağır bir təəssürat baxışlayır adama ki, bu söz koval denir, o xatırlayarsan, elə bir ki, çəkişlə vurursan, olmaz. Musiqi incəliklər tələb edir. Sənin səsin yaxşıdır, ahəngi qəşəngdir. Mən bilirəm, sənin o ahəngin sənə qoymur. Bilsən, çünki o hərarət böyüdü deyənə. Tembr, o başa düşürəm. Amma cilovla, biraz sənə məsləhət görür. Yəni, səndə var, o, bilsən, səsin ahəngi yaxşıdır. Qaltan var səsin özündə, bunlar yaxşıdır. Amma sən çalış hər mahnıda o, yəni, elə şeylər var ki, o incəliklər tələb edir, başlayırsan. Yəni, buna biraz fikir ver, ifaya fikir ver. Belə, yəni, mən gəldim ki, tamaşaçını siz ələ ala bilərsiniz. Yəni, hiss olunur ki, siz xalq arasında tez-tez olursunuz, yəni, kifayət qədər. Toylarda, yəqin ki, xalqın da xoşuna gəlir, amma xalq daha çox qiymət verir incəliklərə, mənaya, sözün, yəni ki, dərinliyinə. Bu barədə sizə məsləhət verir. Təşəkkür edirik Tahir müəllim. Bəxtiyar müəllim, buyurun işləyirsin. Mən qısa deyəcəm, Tahir müəllim dedi sözləri. Mən İslam müəllim bir şey istəyərdim, elə tamaşaçılarımız da, indi ifaçılarımız da buradadılar və bu SMS-lərlə də təbii bu yarışma gedir. Hər ifaçı biraz çalışmalıdır ki, öz ifasını da göstərsin bunu. Yəni, neçə dəfə mahnı oxunacaqsa və hər dəfə hətta az qala ad-ad adamlara demək ki, mənə səs göndər, mən fikirləşirəm ki, bizim biraz həm, belə deyək də, bu böyük yarışmanın da əhəmiyyətini kiçildir. Həm də o, bizim bu ifaçıların özlərini də, belə deyəm, qaldırmır, biraz aşağı salır. Yəni, bu bir Allahın möcüzəsidir bu televiziya, yəni xalq oturub baxır. Mənə elə gəlir ki, zorla heç kəsdən səs almaq olmaz. Elə sizin gözəl ifanız o səsi gətirəcək sizə. Sağ olun. Təşəkkür edirik, Zöhrə xanım, buyurun. Hər ikisinin səsi var. Mən deyə bilmərəm pis müğənnidirlər. Sadəcə oxu mədəniyyətləri biraz aşağıdır. Amma ikisi də görünür toya çox gedirlər. Məsələn, ikisi də gözəl oxudu, amma o birisi xatırlayarsan da elə deyil. Sözləri Mir Mehdi Seyidzadənindir. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Belədir. Ayrı-ayrıdır. Rəhmətli bunu bir ayrı cür oxuyub.
oxudun. O gözəl Heyrat oxuyar. Gözəl Qarabağ şikəstəsi oxuyar. Belə melodik mahnılar onun səsində. Amma ikisi də gözəl müğənnidir. Çox sağ olun və Aşıq Vüqar Mahmudoğlu. Çox sağ olun. Mən də qısa danışacağam. Şərikəm, razıyam münsiflərin dediyinə. Yəni Elmar yaxşı oxudu Şəşəngi havasını və adını da düz dedi, düzgün. Yəni sözlərində təbii ki, bu hava haqqında mən yaxşı danışa bilərəm. Ona görə ki, ilk dəfə bu havanın, yəni havanın da sözlərlə oxunan ifadəsi Aşıq Mahmud olub. Yəni mən rəhmətli atam oxuyub onu. Ona görə də mənim beşiyimin üstündən oxunub o hava. Yəni elə o hava ilə demək olar ki, böyümüşəm deyəndə mən bunu sizə irad bildirə bilərəm. Yəni biraz sözlərinə fikir verir, amma melodiya düz idi, yəni boğazın yerində idi. Yəni bugün səsin xüsusilə gözəldir Elmar. Doğrudan yaxşıdır, özünə yaxşı baxmısan. O ki qaldı Elnur. Elnur doğrudan biraz belə nətər deyim, Elnurun səsi çox maraqlı bir səsdir. Hə, Allah rəhmət eləsin. Yəni çox yaşından böyük görkür özünün səsi o. Yəni o yaşa baxıb o səsi vermək olmaz. Yəni bir tövsiyəm var sənə. Yəni bir böyük kimi necə qəbul edirsən elə. Yəni seçimində dəqiq ol. Yəni yumşaq səsə yumşaq havalar düşür də. Yəni sən bəli, klassiklərə qulaq as. Gör sənin səs tembrində kim nəsə oxuyubsa, sən də o havanı seç. Yəni deyək ki, Aşıq Altay, Aşıq Vüqar Dursun bir qatar oxusun, axı o bizik deyil, elə deyilmi? Yəni hərənin öz yeməyi var, hərənin öz. Yəni sən seçimində belə dürüst ol. Seçimi düz seçsən, mən elə gəlir sənin gələcəkdə də elə indi də bu layihədən də uğurların çox böyük olacaq. Hər ikinizi təbrik eləyirəm. Doğrudan mən heç bilmədim vaxt necə gəldi, necə getdi. Çox bayram əhval-ruhiyyəli bir çıxış idi. Təbrik eləyirəm. Təşəkkür edirik və böyük ehtimal Altay müəllimin öz fikirlərini bildirəndən sonra mən stop deyə bilərəm. Hətta mən stop deyirəm. Stop deyirəm, nəticələr hesablanır. Altay müəllim buyurun eşitdiriksin. Müəyyən mənada başa düşüləndir ki, ümumiyyətlə iştirakçılar oxuduqları bu mahnılar ki var, bunları bir həftə ərzində seçirlər, oxuyurlar və bu başa düşüləndir ki, yəni bir həftə ərzində hər hansı bir mahnını, havanı, mahnını özünlükləşdirmək çox çətin olur. O boğazda müəyyən şiriflər var ki, gərək o döyülə, açıla, o sənin öz mahnına çevrilə. Yəni ancaq ürək istəyir. Ürək istəyir həmin zəngülələri vurmaq, boğaz onu demir. Onun üçün zaman lazımdır. Bəlkə aylarla, bəlkə illərlə zaman lazımdır ki, o mahnı daha da gözəl alınsın. Hər ikisinin gözəl səsi var, çox gözəl ürəyi var. Eşq olsun, uğurlar. Təşəkkür edirik. Alqışlayırıq dəyərli münsiflərimizi və növbəti həftə bax bu Milli Səs layihəsində mübarizə aparacaq iştirakçılar artıq bəllidir. Beləliklə 8 Mart hədiyyəsi elədilər Səhər xanım. Buyurun, gəlin yanıma. Səhər Məmmədova və digər iştirakçı özü deyəsən yoxdur burada. Qalib Gülalıyev oldu. Dəyərli tamaşaçılar, Səhər Məmmədova və Qalib Gülalıyev. Səhər Məmmədovaya səs göndərmək istəyirsinizsə, bir səs üçün 93 227, 50 səs üçün 93 102, 100 səs üçün 93 106-ya artıq boş SMS göndərə bilərsiniz. Qalib Gülalıyev üçün bir səs üçün 93 228, 50 səs üçün 93 103 və 100 səs üçün 93 107 boş SMS göndərə bilərsiniz. Buyurun, Səhər xanım, sizi yerinizə alırıq, alqışlayırıq. Yəqin ki, bizim iştirakçılar, digər iştirakçılarımız, dəyərli münsiflərimizin iradlarını qəbul edərək növbəti həftə daha keyfiyyətli, daha üstün çıxışlar edəcəklər və Elnur Abdurrahmanov, Elmar Qədimov ikisi də yanıma gəlir, çünki nəticələr var. Nəticələr var və biz bunu birlikdə biləcəyik. Elnur Abdurrahmanov yoxsa bugün öz ad gününü qeyd edən Elmar Qədimov. Və bax bu ürək döyüntülərini eşidirik. Beləliklə 51,17 səs faizi ilə Elmar Qədimov qalib gəlir. Bu ad günü hədiyyəsi oldu. Elnur Abdurrahmanov 48,83 səs faizi ilə məğlub oldu. Evi yoxdur. Elnur, sənə uğurlar arzulayırıq.
Alqışlayırıq hər iki iştirakçımızı. Alqışlayırıq bütün iştirakçılarımızı, dəyərli münsiflərimizi və daha gürültülü alqışlar bütün xanımlar üçün gəlir. Bayramları bir daha mübarək olsun. Növbəti həftə eyni vaxtda inşallah qismət olarsa görüşərik. Sağ olun, salamat qalın. Hələlik.